Ve elimde gördüğünüz bu propolis. Arılar ağacların gönçələrindən və qabıqlarından əsasən topladığı, qətranlı maddələrdən hazırladığı təbii bir məhsuldur. Nə üçün bunu toplayırlar? Ona görə ki, yuvanı mikroblardan və bakteriyalardan qorumaq üçün ən əlverişli bir maddədir bu. Propolis haqqında artıq mən düşünürəm ki, bunun tərkibinin nə qədər güclü olduğunu, insanlar üçün faydalarının nələr doğurduğunu bilməyən insan qalmamışdır. Eğer isteseniz yorumda soruşa bilərsiniz. Ben ona uygun da bir video çəkəcəm. Zəhmət olmasa yaxına gəlin bir şey de qeyd edeyim. Bu yuvanın giriş hissəsində gördüğünüz hansı ki bu propolis var ha. Bu yuvanın divarlarına hörülmüş propolislərdən qat-qat daha da keyfiyyətlidir. Ona görə ki, onun üçün o qədər keyfiyyətli düzəldilir. Arılar uçuşa gedirlər və fərqli yerlərə toxunurlar, nektarlarını toplamaq. Və onlar içəriyə yuvaya infeksiya daxil olmasın deyə oradan keçən kimi kanatları və yaxud ayaqları sürtülür. İnfeksiya məhv ola bildiyi kimi görülmüyor ki arıların içinde bakteriyalar, infeksiyalar olsun. Ne üçün? Ben görürüm ki bunu demirəm işte. Zəhmət olmasa like edin, unutmayın.